Şimdi peki başlayalım bitirmeden. Azerbaycan'ın su ambarları ve su kanallarıydı mevzumuz. Salam müəllimə. Kitab Tamam, dəftəri açın, toplayın. tamam. Bekliyorum. Salam müəllimə, necəsiz? Salam, ayağım yaxşıyam. Desən qrip olmusan, hə? Bəli müəllimə, qrip olmuşam. Tamam canım, Allah şəfa versin. Özdə bu vaxt. Çox sağ olun müəllimə. Dərsə baxa bilmirsən, yoxsa necə? Amma rekorda bəli baxmışam. Aha, tamam. Tamam. Başlayayım müəllimə. Olmasa buyurunuz. Deməli, Azərbaycanda bütün su sahələrinin ümumi sahəsi, daha doğrusu su anbarlarının sahəsi 1070 kilometr kvadratıdır və bunlardan ən çox biz suvarma üçün istifadə eləyirik və buna görə də su anbarlarından da kanallar çəkilib ki, suvarmada yəni istifadə olunmaq üçün. Bu kanalların uzunluğu da ki 50.000 kilometr civarındadır. Amma ümumi ölkəmizdə suvarılan torpaqların sahəsi 1 milyondan çoxdur. 1 milyon hektardan çoxdur. Və bundan başqa bu balıqçılığa kömək eləyir bu çaylar, su anbarları, yəni balıqçılığın inkişafına böyük təkan göstərir. Sonra balıq fermaları yaradılır və bunların külləri də saxlanılır, çoxaldılır, yetişdirilir və satılır. Ən çox da buna Qəbələ rayonunda rast gəlmək olur. Burada alabalıq, bir də ki, başqa bahalı, yəni qiymətli balıqları yetişdirirlər. Bundan başqa deyə bilərik ki, Mingəçevir su elektrik stansiyası var. Bunda, yəni bu Milli Olimpiyada olmuşdu. Milli Olimpiya Çəkmə Mərkəzi. yarışları orada keçirilib. Olimpiya oyunlarında belə deyək, avar çəkmə yarışları orada keçirilib. Bundan başqa bu su anbarlarından həm də biz elektrik enerjisi üçün istifadə edirik. Yəni elektrik enerjisi istehsalı üçün istifadə edirik. Və bunları məsələn Kür aiddir. Sonra burada Varvara su elektrik stansiyası, Yenikənd SES, sonra Mingəçevir SES, Şəmkir SES var. Başqa Tərtərdə də Sərsəng SES var. Arazda da ki Araz su qovşağı var. Araz çayının üzərində tikilib bu. Yəni məsələn Göyçay var. Sonra bunlar məsələn Göyçaydır, sonra İsmayıllı Oğuzda tikilən bu SES-lərdir. Bunlar orta ölçülü SES-lər deyirik biz bunlara. Bəli. Mən bu qədər. İraq olsun. Cədvəl danışın. Mən sizə sual versin, yoxsa deyim müəllimə? Necə istəyirsən? Müəllim istəyirsiniz siz verin, mən deyim burada. Okey, getdik. Kürün üzərində. Mənim su anbarları. Yes. Kürün üzərində bir dəqiqə. Şəmkir su elektrik stansiyası. Düz deyirəm müəllimə. Varvara, sonra Yenikənd, bir də Mingəçevir. Razıyam. Yaxşı. Bunlar Arazın üstündə. Arazda Araz su qovşağı, bir də Mil Muğam var. Düzdür. Əyriçay yolun üzərində. Əyriçayda. Əyriçay. Nehrəmgöl. Yox, İraq olsun. Əyriçay. Hansı rayon ərazisində yerləşir? Mənim yadıma düşmədi. Şəki. Bəs Nehrəmgöl hardaydı? Babək. Bildim mən. Başqa Babəkdə hansılar var? Başqa bunlar orada yox idi kitabda deyəsən. Cədvəl atmışam da, gözəm cədvəl atmışam. Mən əsasən kitabdakindən baxmışdım. Adətən testdə bax buradakı formadan düşüb. Onda sən kitabdakı cədvəl danış. Belə bilməyəcəm hansıdır deyə. Onda mən birinci məsələn deyim ki, Ağstafa çay su anbarı. O yerləşir Ağstafa çay üzərində.
Sonra Yekəxanada Dəvə Batan çayı üzərində yerləşir Yekəxana su anbarı. Nə qəribə adlar qoyublar. Sonra Sərsəng su anbarı Tərtər üzərindədir. Sonra burada Ağdam kənd, o Qarqar çayı üzərində. Sonra Suqovuşan su anbarı bu Tərtər çayı üzərindədir bu da. Sonra Viləşçay üzərində Viləş su anbarı var. Sonra burada Məcradan kənar çayın üzərində Ceyranbatan su anbarı orada yerləşir. Sonra burada başqa Nohur qışlaq var idi. O da Məcradan kənarda yerləşir. Bu çayın üzərində yerləşir. Sonra Könlələn çay 2 yazılmışdı. O da Könlələn çay üzərində yerləşir. Mən Könlələn çay 2 nə yazılıb ki qabağında? Könlələn çay 2-də. Yəni ikincisidir deyə Könlələn çayın. Bu elə Könlələn çayın üzərində yerləşir. Sonra başqa Suqovuşan. Aşağı Könlələn çay, o da elə Könlələn çay üzərində yerləşir. Bir də Cavanşir su anbarı var, o da Ağsu üzərində yerləşir. Məncə mən hamısını dedim. Mən də elə fikirləşirəm dedin. Su anbarları, su kanalları. Birinci məsələn, Samur Abşeron var. Samur çayından başlayır. Sonra gedir, məsələn, Qusar Mali düzənliyini, bir də Abşeron yarımadasını suvarır. Yuxarı Qarabağ var burada, suvarma kanalı. Bu da Mingəçevir su qovşağından başlayır. Qarabağ Mildüzünü suvarır. Sonra burada Başmil var idi. Milmuğan su qovşağından başlayır, Mildüzünü suvarır. Sonra burada Başmuğan var idi. Bu isə mən Bəhramtəpədən başlayırdı da. Bəhramtəpə. Yox, gəl belə. Bir dəqiqə. Gəl belə deyək də. Yuxarı Şirvan, yuxarı Qarabağ hardan başladı? Yuxarı Qarabağ Mingəçevir su qovşağından başlayır. Bir dənə. Yuxarı Şirvan. Yuxarı Şirvan Mingəçevir su qovşağından. Onların ikisi də. Aha. Samur Abşeron harda başlayır, hara gedir? Samur çayından başlayır, Abşeronla Qusar Mali düzənliyini suvarır. Hara gedir? Su anbarına gedir. Məcradan kənar. Ceyranbatan su anbarı. Elə bil ki, Harda yerləşdiyini. Ceyranbatan. Hadi bayaq dedim onu. O Məcradan kənarda yerləşir. Abşeronda Məcradan kənarda yerləşmir. Məcradan kənar nə deyir bilirsən? Nə deməkdir? Demək, məcradan kənar da yəni hansısa bir çayın üstündə tikilməyib də, çayın məcrasından kənardır. Abşerondadır. Yuxarı Qarabağ hara töküldü dedin? Qarabağ Mildüzdə. Qarabağla Mildüzdə. Bildim. Hara gedir suyu ən son? Ən son bir dəqiqə. Bəhramtəpə. Bəhramtəpə. Bəli. Okay. Bəhramtəpədən başlayan kanallar. Başmuğan. Bir də Mən bir dənə bu var idi kitabda. Başmuğan. Bir də Əzizbəyov. Bildim Nərmin, mən oxuyacağam bunları kitabdan. Atdığınızdan. Onları oxu. Çünki testdə oxudum. Mən elə bildim eynidir, ona görə elə kitabdan oxudum. Yox, xəritələri xüsusilə atdım ki, o hissəyə diqqət edin deyə. Təşəkkür edirəm. Bir dənə dərsimiz qalıbdı. Ondan sonra hidrosfer bitir. Ayam. Bəli, müəllimə. Müəlliməyə danış. Su anbarlarından, bir də kanallardan. Deməli, birinci ümumi məlumat verim. Məsələn, su anbarlarını nə üçün istifadə edirik?
Su anbarlarının əslində enerji mənbəyi kimi də istifadə edirik, həm də ki, bir çox məişət işlərində də istifadə edirik. Məsələn, suvarmalarda istifadə edirik. Sonra məsələn, sənayedə var. Suya görə balıqçılıqda daha çox inkişaf eləyibdir. Başqa məsələn, ondan su anbarlarından enerji mənbəyi kimi də eləyirik, istifadə eləyirik. Məsələn, üzərində SES-lər tikildikdən sonra bunu əvvəlki dərslərimizdə də keçmişdim mən. Çünki enerji mənbəyi kimi də istifadə olunur da. Sonra onların uzunluqlarını deyə bilərəm. Məsələn, su anbarlarının ölkəmizdə 1070 kilometr onun uzunluğu olur. Ümumi sahəsi də, yəni. Bir də ki, su varılan torpaqla bir də ki, kanalların uzunluğu var. Kanalların uzunluğu 50.000 idi deyəsən. Bir də ki, su varmanın da sahəsi 1,4 milyon hektar idi. Başqa nə deyə bilərəm? Hansı sahələrdə istifadə olunduğunu dedim. Bir də balıqçılıqda necə bunlar inkişaf eləyirdi desək, su anbarlarında birinci elə bil istifadə olunması üçün balıqların elə bil kürlərini toplayırdılar, başqa bir su mənbələrinə boşaldırlar ki, elə bil balıqların sayı daha da çoxalsın. Bununla da elə bil balıqçılığı daha çox iqtisadiyyatda da inkişaf elətdirmiş olurlar. Həm də ki, bu su anbarlarının suyu depolamasına görə də fermalara da yararlı olurdu. Başqa nə deyim müəllimə? Başqa heç nə. Xəritəni öyrənmisən ya da cədvəl? Bəli, öyrənmişəm mən. Okay, o zaman buyur. Mən sual cavab eləyək istəyir soranı. Tamam. Xəritədən soruşum da, yox? Olar müəllim. Eyni formada kürün üstündəki su anbarları. Kürün üzərindəki ərazi olaraq eləyək. Hə, okey. Babəkdə olan su anbarları. Babəkdə məsələn Araz, sonra Araz idi, Sirab idi, Uzunoba'ydı. Bir də Biri Nehrəmgöl. Nehrəmgöl. Əyricəli yazıydım çaşı, bəli, Nehrəm gölü idi. Elə bil ki, İsmayıllı. Bu Aşıq Bayramlı idi. İsmail Aşıq Bayramlı kimi soyadı kimi yadda saxlamışam. Bir də Yekəxanı. Şəki. Şəkidə bayaq dedim Əyricəy. Qazax. Qazax. Hansı? Akstafa çay. Bir də Coğaz. Şəmkir. Şəmkirdə Yenikəndi idi deyəsən. Bir də elə Şəmkirin özü, Şəmkir. Yaxşı. Qəbələdə Nohur Qışlaq. Yevlaxda Yevlaxda Xaçın çay. İrağı. Yevlax. Deyil. Yevlaxda Varvara. Bəli, Varvara, bəli. Abşeron. Ceyranbatan. Bir dənə idi mənim, yoxsa biri də var? Yox. Aha. Yaxşı. Bəs Lənkəran. Yuxarı Xanbulağın çayı idi da. Masallı. Masallıda. Masallıda bilmədim mən. Bilərçay. Viləş çay.
Aha, Biləçay Masallıda, Cəlilabadda. Göytəpə. Bəli. İndi kanallardan danış. Kanalların nə ilə danışım mənim? Hansı su kanalları var Azərbaycanda? Məsələn, ərazisini deyim elə. Adlarını de, sonra mən soruşacağam. Adları məsələn Qarabağda var idi. Sonra Abşeronun elə özündə var idi. Sonra Muğanda var idi. Bax, kanalların konkret adı var. Daşmuğan, Samur Abşeron, bəli, Yuxarı Baxmaş, Qarabağ, ay sağ ol, Yuxarı bir də Şirvan, Başmil. Əzizbəyov, bir də ki Başmil, razıyam. İndi müəllimə edir. Samur Abşeron hardan başlayır, hara tökülür? Samur çaydan başlayır o. Hı-hı. Töküldüyü yer isə məsələn töküldüyü yer elə mənim Xəzər olar da. Ceyranbatan dedin bayaq. Bəli, o bənzəyir. Ora tökülür. Yaxşı. Bəs Yuxarı Şirvan hardan başlayır? Məsələn, yuxarı Şirvanın olduğu ərazini tapaq, oradan elə gedək də müəllimə. Hardan başlayır? Qarabağda tökülür onda. Şirvan Qarabağda, İraq olsun. Ərazisinə görə tapdım da mən bunda. Onda hardan başlayır? Mingəçevirdən başlayır, töküldüyü yeri məsələn Samux olar. Yox. Tökülən yeri yoxdur. Yəni Şirvan düzünü suvarır, belə deyək. Yuxarı Qarabağ. Mən bayaq Samur çay dediyə müəllimə. Yox, Samur yox. Samur çaydan başlayır. Samur Abşeronda yəni. Hə, Samur Abşeron. Töküldüyü onun ərazini necə tapacaq bəs? Ceyranbatan su anbarı. Ceyranbatan su anbarı. Yaxşı. Yuxarı Qarabağ hardan başlayır? İndi Qarabağ məsələn ərazisini tapım, oradan başlanğıc bir də sonunu elə axtarmalıyam, yoxsa necə xəritədə? O şəkildə axtarmalısan hə. Başladığı yer haradır? Xəritəni açım yoxsa? Belə bilmirsən də, yəni belə deyək. Yox, mən başa düşmədim bunu tam okey. necə tapılır. İndi göstərim, ondan sonra da keçim əsas məsələyə. Sən qoruq burada. Anne bak, bakın, belə ikiniz üçün də bir təkrar olsun. Qızlar, bax, bu xəritələri atmışam müəllimə sizə. Neyləyin deyə. Rekordda var idi əslində. Nə var idi, heç nə olmaz, zərər yoxdur. İndi siz biraz başınız qarışıq vaxtı, amma bu tərəfdən də dərs ötürə bilmərik, çünki sonra bizə çox çətin olar. Yəni rekordu ona görə edirəm. Demək, bax, bu Samur Abşeron kanalıdır. Başladığı yer, bax, bura Samur çayıdır. Töküldüyü yer isə görürsən 12 nömrəni. 12 nömrədə də buradan mənim gözüm tam seçmir, amma 12 nömrəyə baxmaq lazımdır, qızlar. Görmürəm. Qəti surətdə görmürəm. Hə, devləri, bax, bura 12. Görsən, Ceyranbatan Abşeron. Əslində bu xəritədə hamısı var, verdiyim sualları. Mən sizə qəşəng-qəşəng suallar hazırlamışdım ki, dərs bir vərəqdə mənim qızlarım hər yerdə oxuyacaq dərsi. Zərər yoxdur. Sinirlənmiyorum.
İndi keçirik yuxarı Şirvan. Bax, yuxarı Şirvan görsən 7 nömrədən başlayır. 7 nömrədə də əlbəttə ki, nə olacaq? Mingəçevir, su anbarı olacaq və Şirvan düzünü suvarır. Deyəcəksiniz ki, bunu hardan bilirik? Relyef dərslərindən. Sonra gəlir yuxarı Qarabağ. Gördüyünüz kimi Mil düzü və Qarabağ düzünü suvarır və bu da qızlar baxın, Bəhramtəpə. Ekranı görürsüz də, hə? Bəli, Bəli. mən də göstərirəm. Okay. Bəhramtəpə su qovşağı. Bununla yanaşı Barışmığan, bir də ki Əzizbəyov da Bəhramtəpə su qovşağından başlayır. Elə bir töküldüyü yerdə yoxdur, özünüz görürsüz. Sonra bu elə bir ki Araz çayının üzərində Milmuğan su qovşağından da Başmir kanalı başlayır və bu da Mil düzünün gördüyünüz kimi suvarılmasında iştirak edir. Məncə çox basit. Burada hamısı da verilib, yəni çox rahat bir şəkildə. Bir dənə qızlar müəlliməniz bugün sizə burada Xəzər dənizinə danışacağam. Əslində Xəzər haqqında əsas şeyləri bilirsiniz, amma bizə lazım olan bəzi məsələlər var. Bunlar nələrdir? Ümumiyyətlə Xəzər dənizi 5 ölkənin ərazisində yerləşir. 5 ölkənin ərazisində. Və bu ölkələr üçün necə deyim sizə əsas su obyektlərindən biridir. Xəzərin belə bir özəlliyi var ki, dünyanın ən böyük gölüdür. Xəzər dənizi dünyanın ən böyük gölüdür. Və biz əsas araşdırmamız gərəkən müxtəlif ölkələrə aid adası, yarımadası, bir də ki körfəzidir. Gördüyünüz kimi qızlar, baxın bu qırmızı xəttdən, bax bura Azərbaycana qədər, bax diqqətlə baxın. Bax buradan bura qədər əlbəttə ki Rusiyadır. Rusiyada yarımadası. Aqraxanı görürsünüz qızlar. Bax. Bəli. Tapdan bunu tapma ehtimalımız yoxdur. Aqraxan. Adası Çeçen adası görürsünüz qızlar. Çeçen adası. Bəli. Okay. Bu da Qızlar körfəzidir. Demək, 3 dənə obyekti yadınızda saxlayırsınız. Mən bir-bir göstərəcəm. Bax, Rusiya ilə sərhəddir. Bu qırmızıdan bu qırmızıya qədərdir. Aqraxan yarımadası, Çeçen adası, bir dəfə də təkrar edəcəm. Bu da Qızlar körfəzi. Rusiyanı bitirdik. Növbəti keçirik gözəl yurdumuz Azərbaycana. Azərbaycanda Abşeron yarımadasıdır qızlar. Daha sonra adalar bilirsiniz ki bizdə bir Bakı arxipelaqı var gördüyünüz kimi. Bir də ki Abşeron arxipelaqı var ki burada yerləşən adalar daxildir. Sonra qızlar körfəz olaraq da baxın bura Qızılağac körfəzi. Azərbaycan getdi. İndi gəlin Qazaxstana baxaq. Baxın gəlin diqqətlə. Bax, yəni bunu belə kiçəldim. Yox, tutmuram çünki görünmür. Aha, əla. Bax, Qazaxstan görürsünüz qızlar, ən böyük sahil xətti Qazaxstana məxsusdur. Buradan bura qədər gəlir. Qazaxstana məxsus yarımadası Mangistau. Yox, bu Buzaçidir. Bu da Mangistaudur. Buzaçini göstərib Mangistau deyirəm. Çox gözəl. Mangistau, bir də ki Buzaçidir. Sonra adaları. Diqqətlə baxırsınız. Bax, hamısını müəllimə qeyd eləmişəm. Suiti, bir də ki Kulalı adası. Suiti, Kulalı. Körfəzidə. Bax, Mangistau körfəzi. Bir də bilirsiniz nə körfəzi var? Bir də Qazax körfəzi var. Dedi buradadır. Burada. Qazax körfəzi. Gördünüz? Son olaraq keçirəm. Son olaraq Türkmənistana keçirəm. Türkmənistanda 2 dənə yarımadası var. Elə görəcəksiniz bunu. Türkmənbaşı, bir də Çələkən. Ada olaraq Oqurçi adası. Baxın, Oqurçevskidə yazılır. Bax, belə. Xəritəni atmışam. Qəşəng oxuyacaqsınız. Sonra 2 dənə də körfəzi var. Türkmənbaşı. Bax, buradan görürsünüz zaten. Türkmənbaşı. Bir də bilirsiniz qızlar. Bax, bu gördüyünüz böyük Qarabağ körfəzidir. Bu da Türkmənistana məxsusdur. Və İrana məxsus qızlar demək olar ki, adası yoxdur. Bir
dənə yarımadası var. Miyanqala, Miyanqala. Bir də körfəzi var. Bəndərşah körfəzi. Bəndərşah o burada yer almır. Bəndərşah körfəzi. İndi qızlar, təzədən bir daha gedirik. Bir də ki, gələcəkdə yadınızda saxlayarsınız ki, bu Ənzəliyə baxın. O İranla belə deyək də, sərhəddimizdə yerləşir bir növ. Yəni İranın nə idi? Bizdən Ənzəli, Bakı Ənzəli, Bərə xətti var. Bərə xətti. Gəmi var, bir də Bərə var da. Bərə daha kiçik bir formadır. İndi keçirik Xəzər dənizinə. Xəzər dənizində yerləşən coğrafi obyektlərə baxırıq, bir ölkələrə məxsusluğuna. Birinci, yenə deyirəm müəllimə, başlayırıq Rusiyadan. Gördüyünüz kimi bu xəttə qədər olan ərazini əhatə edir. Rusiyada olan yarımada. Baxın bu gördüyünüz, baxın buradakı Aqraxan yarımadasıdır. Adası Çeçen adası, körfəzi isə Qızlar körfəzidir. Demək, Aqraxan yarımadası, Çeçen adası və Qızlar körfəzi. Müəllimə, Bəli. orada yazılıbı Kaspiyak yazılıb deyəsən. O nədir ki? Harda? Mahaç. Orada yazılı Mahaçoğlanın altında. Mahaçqalanın altında. Bəli, o. Nədir ki o? Kaspiysk. Nədir görürsən? Şəhərdir. Şəhərdir bu. Nəsə. Hə, bildim. Kaspilyuk. Belə bir şey. Şəhərlərdir. Bax, bunlar hamısı sahildə olan şəhərlərdir. Gedək təzədən. Təzədən bir gedək. Bu çox önəmli bir şeydir. Siz bunu yəni təsəvvür edin ki, sizin işinizi haradasa biraz daha yüngülləşdirmişəm ki, bu xəritəni tapıb bunun üstündə izah edirəm ki, siz öyrənməyə asan olsun ki, bu hardaydı, bu hardaydı. Bilirsiniz sual necə düşür? Məsəl üçün Qazaxstana məxsus ada hansıdır? Yəni Xəzər dənizində 50 dənə test var. Düşünürəm ki, bugünkü dərsdən sonra siz bunu rahat şəkildə işləyə biləcəksiniz. Yəni o 50 testin cavabıdır. Hə, siz də sağ olun. Siz də sağ olun. Əsas məsələ bizim buradan yüksək nəticə əldə etməyimizdir. Təzədən bir də bir repeat edək, bir təkrar edək. Ondan sonra gedirik bura. Demək, başlayırıq Xəzər dənizi sahilində yerləşən ölkələr. Birinci ölkə Rusiyadır. Rusiya, baxın, bu qırmızı xəttə qədər olan ərazini əhatə edir və Xəzər dənizində Rusiyanın adaları. Bax, burada Çeçen adası, Aqraxan yarımadası, bir də ki, Qızlar körfəzi belə davam edir. Daha sonra keçirik Qazaxstana. Baxın, Qazaxstanın buradan bura qədər böyük bir məsafəni əhatə edir və Qazaxstanın Xəzər sahilində yerləşən yarımadaları Mangistau, gördüyünüz kimi Mangistau və Buzaçidir. Daha sonra adalar. Demək, Suiti adaları, bir də ki, Kulalı adalarıdır. Daha sonra körfəzləri isə Mangistau və Qazax körfəzidir. Mangistau körfəzi, bu Qazax körfəzidir. Bu isə Mangistau körfəzi. Daha sonra keçirik Türkmənistan. Türkmənistandakı sərhədlərimiz, baxın, daha doğrusu Türkmənistan sərhəddi buradan bura qədər məsafəni əhatə edir. 2 dənə yarımadası var. Türkmənbaşı, baxın bu gördüyünüz, bir də ki, Çələkən. Türkmənbaşı, Çələkən. Daha sonra adı olaraq Oqurçiyevski adasıdır. Körfəzləri isə Türkmənbaşı, baxın, Türkmənbaşı körfəzi və Qarabağazqol körfəzidir. Son olaraq keçirik İrana. İranda demək olar ki, ada yoxdur və yarımadası bir dənə demək Miyanqaladır. Körfəzi isə Bəndərxah körfəzidir. Bu oldu Xəzərimizin sahili. Qızlar, bundan sonrası daha sadə bir formadır. Xəzər 3 hissədən ibarətdir. Şimal, cənub, mərkəz. 40 dərəcə şimal enliyindən cənubdakılar cənubu, 40-44-ü mərkəzi
44 şimal enliyindən şimala qədər ərazi isə şimal hissəni təşkil edir. Məlum məsələ, şimalda duzluluq daha azdır. Şimalın, belə deyək də, Volqa çayı tökülür və Volqa çayı, belə deyək də, qızlar, duzluluğun azalmasına səbəb olur. İndi mən onu sizə göstərmək istəyirəm. Əslində, baxın buradan tökülür. Bax, görürsüz, Volqa çayı tökülür və duzluğun azalmasına səbəb olur. Hətta bəzi yerlərdə şimal hissəsi buz bağlayır. Əlavə olaraq da Xəzərdə 3 dənə problem var. Səviyyə tərəddüdü, ekoloji, bir də ki, bioloji. Səviyyənin çox bariz nümunəsini belə deyə bilərəm ki, müəllimə, Qız qalası elə bil ki, dənizin içərisində tikilib. Amma və lakin zamanla o qədər çəkilmə olub ki, və bunun nəticəsində də elə bil ki, çəkilmə olub və bunun nəticəsində də indiki formanı alıb, kimsə əlini qaldırdı. Mən idim. Mənim atamgil o vaxtları görüblər. Deyirdi ki, balıq falan da tutublar hətta Qızqalası tərəflərdə. Yəni su o qədər olmuş. Adi içəri şəhərdə yeriyəndə balıq qulaqları görünür də, belə qumların arasından balıq qulaqları görünür. O da yəni, amma dəhşətli dərəcədə səviyyə tərəddüdü var. Hətta müəllimə belə bir şey deyim sizə, keçən il idi də, səhv eləmirəmsə, Xəzərdə gəmilərin üzməsi qadağan edilmişdi. Su o qədər çəkilmişdi ki, gəmilərin üzməsi bu Mirvarid də, səhv eləmirəmsə, o gedib gəzib gəlir, kristal, onun üzməsi belə qadağan edilmişdi ki, o qədər səviyyəsi çəkilib. Məlum. Gəmini tutsa, Necə? nə olar ki, gəmini tutsa? Müəllimə, bax, o gəminin bir də aşağı hissəsi var da, o necə deyim sənə, motoru filan o aşağıda. Ay sağ ol. Yəni o dərəcə problem var idi. Hətta keçən il qadağan olmuşdu. Sonra düzəldi, intensiv yağışlar yağdı və proses düzəldi. Sonra səviyyəni dedim müəllimə, ekoloji problem. Ekoloji problem mənim fikrimcə hamımıza məlumdur. Yəni belə deyək də, bir növ Xəzər neft çıxarılarkən çirkləndirilir və bunun nəticəsində də bu problemlər olur. Növbəti biolojidir. Bioloji odur ki, yəni canlı aləmi azalır, müəyyən bir antropogen təsir olur və s. Və sizə maraqlı bir statistika müəllimə deyəcəm. Xəzərdən ən çox neft çıxaran ölkə Qazaxıstandır. Ən çox qaz çıxaran ölkə isə Azərbaycandır. Bir də bölmənin sonunda, finalında təhlükəli hidroloji hadisələr var. Qızlar, bunu məncə siz bildiyimiz şeylərdir də. Məsəl üçün, uzunmüddətli yağışlar yağır, texnogen amillər, yəni məsəl üçün su anbarlarının dağılması və s. Yer kürəsində də müxtəlif yerlərdə, Hindistanda, Pakistanda, nə bilim, ABŞ-da, Ukraynada, Fransada müxtəlif növ daşqınlar olub. Amma əsas bir şey nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycanda da daşqınlar var. Bu Kür çayındadır və bu rayonları sizə deyim, siz də yadınızda saxlayın. Zərər görən rayonlar. Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Zərdab, Kürdəmir. İmişli, Zərdab, Kürdəmir. Bunlar elə bil ki, belə deyək də, çox ziyan görüblər Kürün daşqınlarından. İndi müəllimə keçirəm əsas məsələyə. Su anbarları, su kanı, quru suları. Nə gözəl. Bölmədəyikmiş biz. Nə də vaxtımız var, məncə. 1 saata yaxın vaxtımız var. Müəllimə açıram Dimin test toplusunu. Əvvəlcə səhvlərinizi deyirsiniz. Sonra da davam edirik test. 2 dəqiqə qızlar. Səhv yerdəyəm məncə. Hələ iqlimdəyəm. Bu deyil, bundan sonra olacaq. Quru suları. Okay. Çatdım. 85.
150. 65 dənə test vermişəm qızlar. Birinci səhvlərinizi deyin, zəhmət olmasa. 90. Hı -hı. Ayan yaza bilmisən testləri? Bəli, müəllimə yazmışam. Aha, əla. Sən də səhvlərini deyərsən. Şimal istiqamətində axan çaylar qrupunu müəyyən edin. Hı -hı. Nil cənuba axırdı da, düzdür? Bir ağası niyə cənuba axır? Şimala axır, gedir orada qəşəng Aralıq dənizinə tökülür. Nilin günahı nədir? Niyə Mən bir şimala? dəqiqə oxuyum, fikirləşim. Aha. Niyə şimala axır? A'dan nə Bir çıxar? dənə A'dan qanğı. Çıxdın. B'dən? Bir dəqiqə. Bir də mən. B'dən Volqanı. Ay sağ ol səni. C'dən? Rain. Nəyi? Rain deyil. Rain. Niyə şimala axır axı? Biraz düzdür. Ondan Mississippi. Mississippi. Cənuba axır, düz deyirsən. D'dən heç nəyi çıxmır. Y'dən nəyi çıxıb gəlsən? Amur. Ay sağ ol. Amur elə bil ki, bu tərəfə şərqə axır. Tamamilə doğru. Növbəti. 96 var. Bir də 87 var idi. 87-ni Ayan sən oxu. Buyur. Deyək ki, rütubətlik əmsalı vahiddən böyük olan ərazilər üçün səciyyəvi olan əlamətlər burada seyrək olmurdu, sıx olurdu. Biri götürmürük, amma 2-ni götürürük. Düz, mən 2-3-5 yazmışam. Səhv çıxıb da. Səhvləşmə. Mənə bax, rütubətli yerlər. Rütubətli yerlər. Hara nə olar orada? Bir düzdür. Seyrək olar deyir. Seyrək olur. Seyrək olarmı rütubətli bir Onda yerdə? bəli, səhralaşma prosesi intensiv. Mənim rütubətlik əmsalı çoxdur, vahiddən böyükdür. Olmur da. Mən bir düzdür, onda səhvdir. Bir təbii ki də səhvdir. Çay şəbəkəsi seyrək yox, sıx olacaq. Ona görə 2-ni götür. Mən də elə götürmüşdüm. Aha, sonra? 3 də düzdür. 3 deyirsən düzdür. Bəli, bəli. Çünki yağış yağır orada. Aha. Və bir də 5-i götürmüşdüm. Yağıntıların miqdarı buxarlanmadan artıq olur. Ay sağ ol. 2, 3, 5 düzdür dəsin. Bu düzdür. Yes. Mən səhv götürmüşəm, bunu düzəldim onda. Yəni belə kitabda da ola bilər. Bilmirəm, belə dəqiq. Növbəti. 90. 96. Hə, okey, buyurunuz. İraq olsun. Ayan. Mənəm, müəllimə. Ayan yox, soyal. Ayan deyir. Nəysə. Buyur. Axarsız göllər qrupu. Deməli, B çıxdı. Sonra. Mənim A variantıdır. Bəli. A variantıdır hamısı. Hamısı düşünüblər. Mən eğri qarışdırıram hərdən ona görə. Eğri var Amerikada olan. O sən deyəndi. Amma bu Air'dir. Avustraliyada olan, mənfi 16 olan, İraq olsun olan. Qızlar, bir dənə bu zəngi aça bilərəm. Bəli. Siz bir dənə testə baxın. Bir dəqiqə.
Hadi axşamınız xeyir müəllimə, necəsiz? Mən də yaxşıyam, çox sağ olun. Sabah mənim 6 dərsim. Və bir dənə də dərs dinləmə salmışam. Hə, 1-5. Hara məndən? Hə, vay. Üzüldüm. Oldu, çox sağ olun müəllimə. Qızlar müəlliməniz gəldi. Ay, hara itirdik? Qızlar, məni eşidirsiniz? Bəli. Okay, Bəli, müəllimə. Aha, buyurunuz. ...96'dan sonra 103. buyurunuz. Əsasən duzlaqlarla qidalanan çaylar. A çıxdı. Qərbi Afrikanın çayları olmaz. Tabii ki də. Avrasiyanın mülayim iqlim qurşağında yerləşən. Məncə B də deyil. C çıxdı. B, C çıxdı. Mənim Y. Ayso. Hı. Şeydə, bilsən nə deyir? Amudəryadan Sırdəryanı. Bəli. 111. Ayan, səndə? Məndə əvvəldə də var idi. De, Ayan. 91 var idi. Bir də 94. De, Ayan, nəyi göstərsən? 91, 94. Aha, buyur. 91 əsas çay dərələrini dərinləşdirə bilər. Burada su ayırıcının səviyyəsinə qədər, qolların əsas çaya töküldüyü hündürlüyə qədər. Mən B yazmışdım. Çayın yuxarı axını ilə aşağı axınının sərhəddinədək, hövzənin orta hündürlüyünə qədər, bir də ki eroziya. Aha, müəllimə, bu kitabda yazılıb. Çay öz dərəsini eroziya badisinə qədər dərinləşdirə bilər. Bunu SS8 götür, qayda dəftərinə yaz. Yaxşımı? Bəli, müəllim. Əsas çay dərəsini dərinləşdirə bilər. Eroziya badisinə qədər. Başa düşdüm. Bir də 94 var idi. Müəllimə, bax, məsəl üçün, Xəzərə tökülən çayların eroziya badisi mənsəbi okean səviyyəsindən aşağıdır. Buyurunuz. Birincidə Volqaya görə onu götürə bilmərik. Niyə? Xəzərə tökülür, okean səviyyəsindən də aşağıdır. Digərləri də elədir. Onda A variantı olur. Yox. A'dan Volqaya görə çıxmırıq. Donu çıxırıq, Dunayı çıxırıq. Məsələn, C'dən nəyi çıxa bilərik? C'dən Kürü çıxa bilərik. Yox, Kürü olmaz, Amazon olar. Ay, sağ ol. D'dən Tarim. Məncə yansızını, Mississippi-ni, Nigeri. Bəli, Nigeri də götürə bilərik yansızında. Y'dən Ural. Yox, yensizi yenə. Bir də Ural. Ural Xəzərə tökülür. Ural Xəzərə tökülür. Ona görə cavab olur B. Növbəti 111. 111-ə qədər Ayan. Yoxdur müəllimə. Okay. Ayan, elə olanda D. Ortada varsa D. Aha, 111. Əsasən yağış suları ilə qidalanan çaylar. Volqa, Amudərya. A çıxır Amudaryaya görə. Təbii ki də. Sonra B. B bir dənə qalsın. Sonra mən C də çıxır. Volqa məncə deyil, ona görə düzdür.
Sonra D-dən Uralı çıxarıq. D çıxdı. Sonra Y-dən Amur çıxırıq. Mən B variantı. Ben bakın. Orinoco, Kongo, Amazon. Biraz Parana'dan şüpheliyim. Bir dənə baxım. Yox, Parana da Braziliya yaylasından öz başlanğıcını götürür. Bəli, bəli. Və Braziliya yaylasında da yağış yağır, subekvatorial iqlim olduğu üçün məncə düzdür. Buyur. Bəli. 115. Hı -hı. Buyurunuz. Ekvatorial və tropik qurşaqda yerləşən 400 metr hündürlüyə malik olan zirvələrin buzlaqla örtülməməsinin səbəbi Bəli. Çox sadə. deməli zirvələrə günəş şüalarının kiçik ucaqlığında düşməsi, A deyil, qar xəttinin daha yuxarıdan keçməsi, sonra sıxırların yağışı az olmasa mən B variantı. Əlbəttə, qar xətti yuxarıda yerləşir də. Biz keçmişdik qar xəttinin keçməsinə. Hardasa ekvatorialda 5000-6000 metr hündürlükdən keçir də. Ona görə buradan keçmir. Ya bu məntiqini başa düşə bilmirəm mən. Yəni qar xəttinin yuxarıdan keçməsi o deməkdir ki, balacadır qar xətti uzunluğu. Mən izah edeyim sənə. Bax, belə deyim də, qar xətti nədir? Qar xətti nədir? Yəni qarın normalda olduğu yerdə, yəni hissə, dağın başına qar yağır. O belə xətt kimi görsənir. Qarın əriməyə macal tapmadığı hündürlük. Bax, qarın əriməyə macal tapmadığı hündürlük. Düz deyirəmmi? Bəli. Aha. Bax, qar əriməyə macal tapmır. Demək, burada hava necədir? Soyuqdur. Ay, soyuqdur. Yox. Soyuqdur. Soyuqdur. İndi müəlliməyə bax, belə bir şey deyirəm ki, qütblərdə qar xətti daha aşağıdan keçir. Qütblərdə qar xətti daha aşağıdan keçir. Düz deyirəmmi? Çünki soyuqdur, aşağıdan. Bəli, o aşağıdan. İndi bax, mən deyirəm, ekvatorda qar xətti daha yuxarıdan keçir. Yox. Bəli, düzgündür. Yuxarıdan keçir də. Çünki aşağı istidir. Gör fikirləşək ki, məsələn, aşağıda 30-40 dərəcə istilik var da. Bir fikirləşək ki, bu 30-40 dərəcə haçan gedib orada 0 olacaq, mənfi olacaq. Böyük bir hündürlük lazımdır da, düz deyirəmmi? Hə. Burada da deyir ki, bax bu məntiqdə, deyir 4000-də yerləşir, amma buzlaqlarla örtülmür. Niyə? Çünki qar xətti burada 4000-dən də yuxarıdan keçir. Aydın oldu mu? Aydındır müəllim. Bəli, mən prosta elə bilirdim ki, yəni aşağı olmasını elə bilirdim ki, necə deyim, yəni yerə yaxın deyil, elə bilirdim elədir, amma indi başa düşdüm. Əla, başa düşdünsə əla. Aynen. Növbəti. Həm 126 var. Ayancığım, 126-ya kadar səhvin var mıdır, yox mudur? Xeyr, müəllimə, qurtardım mən səhvləri. Aha, bax bu tam sənlik. Qar xəttinin dəniz səviyyəsindən daha hündürdə olduğu enlikləri müəyyən edin. Deməli, bir də baxın. Tropik enliklərlə ekvatorial enliklər. Son 2, 4, Y bəndi. Y. Növbəti. 131. Neçə qədər vermişəm? 150'ye kimi. Müəlliməyə bax, muson yağış nə vaxt yağır? Muson yağış nə vaxt yağır? Hava daha isti olan vaxtlarda, yay aylarında falan. Yayda. İndi yayda qrafiki daha hündür olan AB deyil. Yay aylarında qrafik. Elə D variantı. Sağ ol səni. Bildim müəllimə.
Hı hı. Və bir də son olaraq 149. Hı hı. Aha, buyur. Düşməsi daha kiçik olan çaylar qrupu. Ha, Mən bunu mütləq əzbər bilmək lazımdır da, yoxsa yəni hayır, belə bir başqa məntiq hayır, yox. hayır. Hayır. Bak sadece məntiq. İndi düşməsi kiçikdirsə, bu dağ çaydır, düzən çaydır. Düzən. Ay, son düzən dağdan başlayan çayları, hündür yerdən başlayan çayları kafanda çıx. Deməli, C çıxdı, Y çıxdı. Gözdə əsəbləşmə. Amudərya çıxdı. Amudərya çıxdı. Okey. Araz da çıxır, D də çıxır. Ay, sağ ol sənə. Araz təbii ki də B çıxır. də çıxır. Çıx. Hələ A-dır da cavab. Ay, sağ ol. Bəli. Dnepr, Volqa, Peçora sırf düzənlikdən. Axır. Bu qədər müəllimə, sağ olun. Buyur əzizim. İndi qızlar gəlin bir-bir davam edək. Dəftərlərinizi açın. Burada 249 test var. Hardasa sizə növbəti həftəyə olacaq da. 249-a qədər verirəm də, elə bil ki, başa düşdünüz nə demək istədiyimi? Yəni, hara Aldım qədər müəllimə. işləsək də 249-a qədər. Bir dənə biriniz qrupa yazsanız, evə Xəzər dənizi və Yazıram müəllimə. təhlükəli hidroloji hadisələr. Xəzər dənizi və təhlükəli hidroloji hadisələr. Yazdım müəllimə. Okay. Test. Quru sularından 150-dən 150, 249. ay sağ ol. Yazdım müəllimə. Hı -hı. Ay sağ ol sən. Getdik o zaman. 151. Kim oxusun müəllimə? Səndən başlayaq. Elə bilirsiniz də, birinci sən, bir oxuyuruq. Əsasən bataqlıq və yeraltı suları ilə qidalanan çayların axın rejiminin ümumi əlaməti. Onlar yayda yağıntıların olmadığı vaxtlarda quruyurlar. Məncə bu düzgün bir şey deyil. A-nı çıxırıq. Sonra yazda və payızda göy yağışlarının təsiri nəticəsində daşırlar. Bir dəqiqə fikirləşim. Məncə bu da uyğun deyil. Onlarda suyun səviyyəsi əsasən sabit olur. Məncə C-dir də hələ. Normalda məncə çox vaxt Biz sabit həmişə elə olur. deyirik də, bəli, biz həmişə deyirik ki, onlarda elə bil ki, səviyyə daha sabit olur. Tamamilə doğru. Təşəkkür edirəm. Siz də özünüzdə mütləq qeyd eləyin. Yazdım. Ayan. Burada deyək ki, birinci sxemdə təsvir olunan gölün, ikinci sxemdə təsvir edilən göldən fərqli əlaməti nədir? Burada xəttlər daha çoxdur 2-də. Bu da demək olur ki, axarlı və şirin suludur. Teknotik mənşəli ola bilər. Müəllimə, elə bil ki, 1-də olsun, 2-də olmasın. Bir axarlı oldu, axarsız. Axarsız. Niyə? Hardan bildin? Xəttləri ancaq bir hissədə var. Müəllimə, buna həm çay tökülür. Bax, tökülür. Oxlara da baxmalıyıq, bəli. Həm də çay burdan, necə deyərlər, başlayır. Ona görə daha da bu axarlı olur, ikinci axarsız olur. Bəli. Yəni, axarlı göldə olur, axarsız göldə olmuyor. Başa düşdün? Deyə bilərik ki, çaylar üçün də həm mənbə, həm də mənsəb ola bilir. Bu birə aiddir əslində. Ay sağ ol. Götürürük 2-ni. Sonra Sonra
Axarlı olması da yalnız bir ayda idi. Sonra 2-3. Düz deyirəm? Bəli. Bu kadar. Teşekkür ederim. Soyun burada görmürüm. Sert topu. Mən bu görünmür. Tapacağım indi. Sert topu diyeceğim. Xəritə sistəminə verilən ərazilərdən axan çayların bozsulluq dövrlərini müəyyən edin. Dakika arazileri. Bak. Bu 2'dir. Gördün. Bu 6'dır. Bu 1'dir. Bu da 3'dür. Ama ben görmürəm bunları. Bunu Mən topunu açım, bir dənə baxım da. hə, topunu aç bax zəhmət olsa da. Səhifə neçə idi bu? Diyeceğim. 281. Hə, tutdum. Deməli. Mən bir daha fikirləşim indi deyirəm. Bir boy bozlu olanlar tapasın. Mənim səhifə neçə idi? 280. Neçəydi soyal yadımdan çıxdı. 281. Məncə burada il boyu olanlara 1-2 uyğun gəlir. 2 məndən. 2 bir də Mən bir də ki mən bu Cənubi Amerikada olan 4, 2-4 olar. sonra ikincisi deyir iyun, avqust ayı, yəni yay aylarında. Bunu bilirəm. Bu biri Avstraliyada 3'dür. O birisi də müəllimə 6. Düzdür. 6'da olan hansıydı? Bu şeydə də subekvatorial da yayda, şimal subekvatorial iyun avqustda yağır. Bildim müəllimə. O birisinə də ki qalır 1 ilə 5. 1 ilə 5. 1 ilə 5 qalır, düzdür. 153'dür. Ayam. 154. Burada nöqtələrin yerinə uyğun gələn ifadələri müvafiq ardıcıllıqla müəyyən edin. Qara bənlərdə əmələ gəlir. Çay yatağının istiqamətinin düşməsi nəticəsində yaranan göllər adlanır. Sonra göllər arasında səhra və yarımsəhra zonaları yayılmışdır deyib. Mən bir dənə bunu fikirləşim. Hansı göller qrabində yaranır? Birə yaza bilərik ki, tektonik göllər qara bənlərdə əmələ gəlir. Çay yatağının istiqamətinin dəyişməsi nəticəsində yaranan göllər isə dəyişməsi nəticəsində yaranırsa da axmazdır. Elə variant var, tektonik axmaz. Bəli, B variantı olur. Şorsulu göllərdə əsasən səhra və yarımsəhralar. Bəli. Bir dəqiqə. 155 ayam. Mən oxuyuram. Bəli. Euler-Venn diaqramına mən sayıram. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Parana, Mississippi. Deməli, mən Mississippi Cənubi Amerikadadır da, düzdür? Düz deyil.
şimalidədir onlar. Əlbəttə. Mississippi. 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 Ayda o mən belə deyirəm. Adam Deməli, içində desən, sənə gülərlər. zorbalayarlar məni. Yəni. Mən 1-ə elə 1 gedir. Bəli, bəli. La Plata körfəzinə tökülür. Razıyam. 2-yə 2 gedir. Delta Deyirsən. formalaşdırıb. Sonra yalnız bir ölkənin ərazisindən axır. Mən bu qalsın. Bir dənə baxım. Sonra yalnız bir, bunu dedik. Atlantik Okeanı hövzəsinə aiddir. Bu aiddir 2-yə. Bir də fikirlər. Mən ikisinə də. Əlbəttə. Əlbəttə. Deməli, sonra mənbəyi Braziliya yaylasıdır. Bu aiddir Paranaya, bunu bilirəm. Bir D variantı. Aha. Burada 5. Bura nə oldu? 1, 5. Hə, 3. Mənbəyə bax, Mississippi təkcə ABŞ ərazisində yerləşir. Bəli. Təşəkkür ederim. Davam edirik. 156-da deyək ki, müvafiq olaraq yüksək və alçaq təzyiq qurşaqlarında yerləşən göllər hansılardır? Yüksək və alçaq təzyiq qurşaqlarında olan göllər istəyir. Məsələn, A variantında mən A variantında çada görə olmaz əslində elə. Elə bil ki, omega 6. Bəli, bəli. Çad yox, mənbəyə bax, Balxaşa görə olmaz. Bəli, Balxaş da olmaz. Yüksək nədərdə? Sən B'də də yenə Balxaş var. Balxaş alçaqda var. Sonra Yuxarıda düzdür. Burada sorun hansındadır? Balxaşda, bir də ki, Maracaibo. Aralda. Araldır. Aral götürə bilərik. Məncə yox. Deyil, səhra yarım səhra. Hardasa. Mən üzrü saymayın. Narahatam. Sonra C'də yenə Aral var, ona görə götürə bilmərik. Bəli. Mənbəyə bax. D'də ki, o ölü dəniz düzdür müəllimə. Buradan banlı çıxacaq. Aha, D. D'də ölü dəniz düzdür. Bəs Venerin? Alçaq təsirdir. O niyə qədər alçaqdır? Bəli, Eir də alçaqdır. Bəli, Eir də alçaqdır. Eir yüksəkdir. Səhrada da Eir. Eir yox, Eir gölü. Eir, bəli. Onda D variantı olur. Başlasan bəli. Devam edirik. Sxemi tamamlayın. Deməli, göl. Hə, 1-dən 2 göldür. Sonra 4-ə nə yazacağıq? 4-ə hansına aid olduğu? Balxaş Avrasiyadır. Deməli, bir dənə baxım. A qalır, C qalır, Y qalır. Sonra bundan mən Afrikada Niyasadır. Mən B variantıdır. Yo, B deyil, B olmaz. Mənim Y-dir. Sağ Axarlı, axarsız. Michigan Şimali Amerikadadır. Avrasiyada Araldır. Balxaş Avrasiyadadır. Afrikada da Niyasa gölü.
Doğrudur. 57'ni oxudun da, hə? Bəli, 58-də bəli. davam edirik. 58-də deyir ki, sürətli A çayının qrafik yox, rafting idman növünün inkişafına əlverişli şərait yaradır. Sürəti zəif olan B çayı isə başqa bir idman növünün avar çəkmənin inkişafına təkan verir. Burada deyir ki, A və B çayları arasında bağlı doğru fikirləri müəyyən edin. Burada deyir ki, məsələn, bir də oxuyaq. Sürətli A çayından rafting idman növünün inkişafına əlverişli şərait yaradır. Sürəti zəif olan isə B çayı isə başqa bir idman növünün avar çəkmənin inkişafına daha çox təkan verir. Mənə bax. A-da rafting. Rafting bilirsən nədir? Bəli, mən belə elə bir su motosikletin üzərində gedirlər. Ay, sağ ol. Səncə dağ çayında olar, düzən çayında olar? Düzən çayında, Yaxşı fikirləş. Dağ çayında. Ay, sağ ol. Bəs avar çəkmə? O da düzən çayında. Ay, sağ ol. Onda B çayına müəllimə eyni çay yatağına malik olması ilə səciyyələrini götürə bilərik. Nə soruşur? İnkişafına Üçüncünü müəllimə. təkan verir. Hə, doğru fikirlər. Aha. Müəllimə. Düz oldu, səhv oldu. Bir, deyir ki, A çayının düzənlik yarası B çayı. Bu səhv oldu, tam tərsi Ay, olmalıydı. sağ ol. 2. Hər iki çay dar və dərin dərələrə malikdir. Hər ikisi xeyir. Ay, sağ ol. Bu da getdi. Sonra. 3 məncə düzdür. Ay, sağ ol. Sonra. 4 A çay kalorida. B çay isə Volga ola bilər. Aha. Kalorida dağ Çay. çaydır. Bəli, ona görə götürə bilərik. Bəli. Sonra 5 dənə deyir. A çayının astanı və şəlalələr daha çoxdur. Bəli, bu da düzdür. Dağ çayı olduğu üçün cavab nə oldu? 3, 4, bir də 5 Y variantı. Y variantı düzdür. Devam ediyoruz. Güzel bir xəritə sualı. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn gölləri müəyyən edin. Bura tam olaraq. Hə, bildim. Mən bir daha özüm fikirləşim deyirəm indi. Həm D variantı. Həsən, Bəli. bir də bax. Ladoga'dan Onega'nın yerində problem var. Mən Y də onda. Elə Y deyəcəydim mən birinci. Hə, müəllimə bax, bir dənə diqqətlə baxın qızlar. Birinci gəlir Ladoga, sonra Onega. Ladoga, Onega. Onega, Ladoga yoxsa. Ladoga, Onega. Bax, bu formada davam edir. 160. Deyir ki, çaylarda tikinti, melorasiya işləri, gəmicilik əhalinin suya olan tələbatını yerinə yetirmək üçün öyrənmək vacibdir. Çaylarda tikinti üçün ayrıcalıq bir şey seçməliyik. Hər sahəyə uyğun başqa bir şey. Çaylarda tikinti üçün uzunluğunu bilməsək də olar, amma suyun rejimini bilməliyik də. Melorasiya işləri nə idi?
Melorasiya. Müxtəlif abadlıq işləri deyək. Suyun rejimi ancaq bir variantda var. Hansı? C variantında ama su sərfliyi nə deməkdir? Su sərfini deyək, hə? Gəmiçilik üçün meylliliyi, sonra əhalinin suya olan tələbatı üçün də rejim öyrənmək lazımdır. Və C variantı olur. Hayır, sağlıkçı əlbəttə ki. Sağlıkçı 160 belə. Eynən mən diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Birinci göldə deməli bu sular birinci göl axır, amma ikinci göldə isə həm ona su axır, həm də ondan su axır yəni. Belə. Yəni çay həm ondan çay başlayır, həm də ona çay axır da. Bəli. Deməli mən bir dənə oxuyum, fikirləşim deyirəm indi. Yəni bir axarsızdır, iki axarlıdır. Bəli. İndi Bəli. ona aid olan Birə A gedir, Aha. qalır A-la C. Sonra Victoria böyük göllər. Mən böyük göllər. Böyük göllər axarlıdır. Bəli. Mən onda İkiyə C olur da. Birə A, ikiyə C. Bir dənə variant da var. mən A variantı. A. A deyil. Nədən gəlirdi? C deyil. Bəli, bəli. A variant. Növbəti. Göllərə aid olan bəndlər yanlışdır. Bir böyük göllər sistemində ABŞ daxilində yerləşir. Huron deyir gölün adına da. Sırf, bəli, Huron deyir, sırf ABŞ daxilində yerləşir. Düzdür, səhvdir. Məncə bu düzdür. Səhv amma. Səhvdir. ABŞ-da Meksika sərhəddindədir. Bu getdi. Getdi, yox götür. Deyək ki, bəli. Sonra deyək ki, şimal, cənub və şərq yarımkürə. Victoria düzdür də. Şimalda, cənubda və şərq yarımkürələrində. Yox, səhvdir. Victoria cənub və şərq yarımkürəsindədir. Ona görə bu da səhvdir. Amma yox, şimal, cənub, şərq. Victoria, hə, ekvator kəsdiyinə görə olar. Sonra İki ölkənin sahilini yuyur Balxas. İki ölkənin bayaq dedik. xeyr, onda xeyr. 3 4 devam. Avstriyanın ən alçaq nöqtələrində yerləşdiyi göldür. Eir. Bu düzdür. Bir də ki, Venezuelada yerləşən göldür. Venezuelada yerləşən Maracaibo. Bu da düzdür. 1 3 A bende. Devam ediyoruz. Çayın su sərfi 570 metr kub saniyə, çayın engəsinin sahəsi isə 1900 metr kvadratı olarsa, çayda suyun axını sürətini saniyədə metrlə hesablayır. Mən bunu necə hesablaya bilərik ki? Çayın su zərfinin düsturunu bizim yadımızda biz unutmuşuq. Vurmalıyıq bir-birinə. İraq olsun. Vermeye bak. Çayın su sərfində vurursan. Sadəcə burada sürət tapılır. Sürət tapılanda o düsturdan neyniyək?
Bölürük burada fərqli Ay olaraq. sağ ol. Böl Nə bölürük? 1900'ü. Mənim 0,3 A variantı. Bəli. Bildim müəllimə. Sağ ol. Kızlar edirik devam. Çayın su sərfi Dakika. Yok. Onu elədik də və 60. mənbəyi dəniz səviyyəsindən 2749 metr, mənsubi isə -26 metr yüksəkdə yerləşən uzunluğu 750 kilometr olan çayın orta meylliliyini hesablayın. Birinci 2749'u bölüm 26, -26'ya. İraq olsun, İraq olsun. Sayın düşməsi nəyə bər? Birinci meyliliyin düsturunu de. Mənsubi ilə vurmalıydıq. Yok yok, Uzun. meylliliyin düsturu. Meyillilik. Meyillilik ona bərabərdir ki, çayın düşməsini onun uzunluğuna bölürük. Çayın düşməsini tapanda neyinirik indi? 2749'u bölək 750'ye. İraq olsun. Əvvəlcə düşməni tapırıq. Mənbəyindən mənsəbinin hündürlüyünü çıxırıq. Mənbəyinin hündürlüyündən mənsəbinin. Mənbəyi neçədir? 2749. Mənsəbi Bir dəqiqə mən çıxacaq burada. Mənsubi isə -26 metr. ay sağ ol, çıx. Bax, 2749'dan -26'nı çıx. -2000 mənfi yox, 2723. Yox. 2 mənfi olanda neyinirdik? İraq olsun. Yox, müəllim, başqa bir şey böldüm mən. Bak topluyorum. Topla etsin. Mən çaşıb 3749 elədim. Yox, yox. 2749 plus 26. Mən indi oldu 2775. Ay sağ ol. 2775 sən düşməndə. Düşmən də bölürsən çayın uzunluğuna. Düsturları yenidən təkrar et deyə özünə bir gözəl qeyd yaz. Bölürük 750'ye. Hı. O da eləyir 3,7. Ay sağ ol. O da olur Y bəndi. Bax özünə qeyd yaz. Çay düsturlarını təkrarlamaq, düşmə, meyillilik və s. Buyurunuz. Verilmiş çayın hidroqrafına əsasən doğru olan fikirləri müəyyən edin. Çayın tənzimlənmədən sonraki səviyyəsi, bir də çayın təbii səviyyəsi. Deməli, avqust-sentyabr aylarında çoxalıb su sərfi, bir də ki, aprel-may aylarında çoxalıb. Musson yağışları ilə qidalanır. Bunu deyə bilərik də, aprel-may ayı deyirsə əgər. Və bax hələ tələsmə. Tam dəqiq olanları seçərək. Tam dəqiq olanları. Çayın üzərinə su anbarı tikilmişdi. Bu Ay sağ ol. bəli götürürük. 100%. Bax 2 olanları götürəcəyik. 2 olanda 2 dənə var. Bir də avtomatik Bəli. düşməni götürək. Bir də ki, suvarmadan istifadə edilir. Yo. Elə demirəm müəllimə bax. 2 olan yerdə avtomatik 4 də var. 4'ü də götürək. Subtropik mülayim. İndi ya 3 olacaq ya 6 olacaq. Gəl baxaq.
3 ya da 6. Həm suvarmadan qar və yağış sularla qidalanır deyir. Əgər aprel-may aylarında bir də sentyabr, aprel, Hı -hı. sentyabr aylarındadırsa, məncə yox, götürmürük. Suvarmada istifadə edilmir deyir. Hə, mənim. Onda şeydir, 3-dür. Əlbəttə 3 daha yazdım. Qardan qidalanırsa, hardasa yayın sonu da, avqustda var burada fikir ver. Qarlar, Sentyabrda, bəli. Yağış suyuyla qidalanırsa, ola bilsin ki, yaz yağışları yağır bu çayın ərazisinə. Ona görə doğru cavabımız olur D bəndi. Belə qızlar. 165-dən 249-a qədər sizə qalır. Hardasa bir 85 dənə testi rekord eləmişəm. Bir daha diqqət edin, xüsusilə Xəzər dənizinə. Yaxşı. Sağ olun. Növbəti dərs görüşərik. Sağ olun. Sağ olun.